Sumqayıt şəhərində son günlər baş verən hadisələr ictimaiyyətin diqqətini çəkib. Şəhərin mərkəzində Nizami meydanında keçirilən reyd zamanı bir neçə mağazadan məhsulların müsadirə edilməsi sakinlər və sahibkarlar arasında ciddi narazılıq yaradıb. Bölgə TV Müsavat Komissiyasından xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlardan da görünür ki, Sumqayıt şəhər icra hakimiyyətinin istehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlov reyd zamanı xüsusilə fəallıq göstərib. Bu əməliyyatı son dərəcə qaba şəkildə həyata keçirib. Reydin arxasında konkret göstəriş olduğu bildirilir. Mağazaların qarşısından ticarət yığışdırılması tapşırığı verilmişdi. Eyni zamanda Sumqayıt şəhər memarlıq və şəhərsalma şöbəsinə də oxşar tapşırıq çatdırılıb və nəticədə 10 ilə yaxın fəaliyyətdə olan köşklərin sökülməsi gerçəkləşib. Maraqlıdır ki, söz gedən köşklər illərdir rəsmi şəkildə fəaliyyət göstərib və müxtəlif dövrlərdə icra strukturlarına ödənişlər olunub. Hər köşk üçün əvvəlcə 2000 manat ödəniş mövcud olub. 2026-cı ildən isə bu məbləğ artırılıb. Hadisə yalnız reydlə bitmir. Məlumatlara görə Sumqayıt şəhər memarlıq və şəhərsalma şöbəsinin müdiri Rəşad Əhməd Aliyev haqqında uzun müddətdir ciddi varlanma iddiaları səngimir. Onun mülkləri haqqında şəhərdə söz-söhbətlər geniş yayılıb. Məlumata görə 3 il ərzində həddindən artıq varlanan Rəşad Əhməd Aliyevin müdirliyi dövründə şəhərin açıq xəricə çıxarıldığı deyilir. Məsələn, köhnə binaların birinci mərtəbəsində obyekt qapılarının açılışı üçün icazə 50 min manat olub. Son 3 il ərzində 100-dən artıq belə obyekt açılıb. Bundan başqa fərdi ev tikintilərinə məcburi 5 min manat, sənədsiz torpaqlarda tikilən evlər üçün isə 10 min manat alınır. Öz qohum əqrabaları, dost tanışları üçün isə xüsusi imtiyazlar var. Başqa bir məlumatda vurğulanır ki, onun bir neçə bahalı maşını, torpaq sahələri, obyektləri var. Maraqlı iddialardan biri də Rəşad Əhməd Aliyevin icra hakimiyyətinə xidməti maşınının qeydiyyat nömrəsini qanunsuz dəyişməsi ilə əlaqədardır. Volkswagen Passat markalı avtomobilə məxsus olan 50AA007 dövlət nişanlı özünə məxsus olan 2024-cü ildə aldığı şəxsi avtomobili olan Toyota Camry markalı maşınına bağlayıb. Şəhər sakinləri və sahibkarlar iddia edirlər ki, uzun müddət passiv qalan icra strukturları qəfil hücuma keçərək mövcud ticarət obyektlərinə qarşı sərt addımlar atır. Reyd və müsadirələr ictimaiyyətin narazılığına səbəb olub və hüquqi nöqsanlar barədə suallar doğurur. Maraqlıdır ki, alma davası əslində şəhərdə sahibkarlığa qarşı ciddi təzyiqlərin, qanunsuz ödənişlərin və vəzifə səlahiyyətlərindən sui-istifadəsi hallarını ortaya çıxarıb. Xatırladaq ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fəyazov şəhərdə keçirilən reyddə baş verən narazılıqla əlaqədar iclas keçirib. O, icra hakimiyyətinin istehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlovu danlayıb və xəbərdarlıq edib. Samir Bədəlov isə reyd zamanı anlaşılmazlıq yarandığını bildirib. Bir də belə hallara yol verməyəcəyini deyib. İcra başçısı əməkdaşlara müvafiq tapşırıqlar verib. Rəna Rövşənqızı, Bölgə TV.